Hər vaxtınız xeyir olsun, hər birinizi kanalımda xoş gördüm. Bugünkü videomda sizlərlə üzəri par-par parıldayan, qatları tək-tək sayılan və üst hissəsi qopmayan çox gözəl, dadlı paxlavaların hazırlanmasını paylaşıram və videonu sona qədər izləyin ki, burada olan ən incə ayrıntıları da sizlərlə paylaşacağım. Yarım stəkan ilıq südün içərisinə 1 çay qaşığı maya və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırıram və 5 dəqiqə mayanın aktivləşməsini gözləyirəm. 800 qram ələnmiş unun içərisinə 1 çimdik duz əlavə edib qarışdırdıqdan sonra 150 qram otaq temperaturunda olan kərə yağını unla qarışdırıb umaç halına gətirirəm. Hazırladığım umacın ortasını hovuz şəklində açıram və aktivləşmiş mayanı, 2 ədəd yumurtanı və 3 dolu xörək qaşığı smetanı bura əlavə edib yumşaq xəmir hazırlayıram. Xəmiri hazırlayarkən 150 ml ilıq süddən də istifadə etdim. Özünüz görəcəksiniz ki, biraz əlavə etdiyiniz ərzaqları qarışdırdıqdan sonra quruluq yaranır. Həmin vaxt 150 ml südü hissə-hissə əlavə edin və xəmiri yoğurmağa davam edin. Xəmir gördüyünüz kimi yumuşaq və ələ yapışmayan olur. Xəmirin üzərinə streçlə bağlayıb 40 dəqiqə 1 saat arası mayalanmağa qoyuram. İndi isə içliyi hazırlayıram. Bunun üçün 500 qram ləpə çəkən maşından keçirdiyim qoz, 400 qram şəkər tozu və yarım çay qaşığı hildən istifadə edirəm. Əlavə etdiyim qoz və şəkər tozunu qaşıqla gördüyünüz kimi yaxşıca qarışdırıram. Şərbəti hazırlamaq üçün 2 stəkan şəkər tozu və 1 stəkan sudan istifadə edirəm. Burada bir qeydi nəzərinizə çatdırmaq istəyirəm ki, şərbət qaynamağa başladıqdan etibarən 1 dəqiqə müddətində qaynadıb ocaqdan götürmək lazımdır. Əks halda, yəni çox qaynatsanız, şərbəti paxlavaya əlavə etdikdən sonra bir gün qaldıqdan sonra paxlavada xarlama əmələ gəlir. Paxlavaya əlavə etmək üçün 400 qram kərə yağını gördüyünüz kimi ocağa qoymuşam ki, ərisin. Burada bir qeydi nəzərinizə çatdırmaq istəyirəm ki, yağı ərdən zaman tam əritmək lazımdır. Yəni, yağın tərkibində olan südü tam buxarlandırmaq lazımdır ki, paxlavaya əlavə edən zaman paxlavanın üzərində xal-xal ləkələr əmələ gəlməsin. Həmçinin, əgər içərisində süd qalsa, paxlavanın layları bir-birinə yapışır və heç də gözəl olmayan görüntü yaranır. Gördüyünüz kimi xəmir çox gözəl mayalanıb. İndi isə xəmiri hissələrə ayırıb kündələyirəm. Mən paxlavanı 11 kündədən hazırlayıram. Bir kündə paxlavanın üstü üçün olan kündə 350 qram, altı üçün olan kündə isə 250 qram olur. Qalan kündələr isə 80 qram olur. Hazırladığım kündələri düz bir qabın içərisinə yığıb üzərini salafanla örtürəm ki, kündələri yayan zaman digər kündələrin üzəri qurumasın. İndi isə paxlavanın altı üçün olan 250 qramlıq kündəni un səpməklə gördüyünüz şəkildə yayıram. Paxlavanı hazırlayacağım listin içərisini bərk kərə yağı ilə yağlayıram. Buna səbəbi isə yaydığım xəmiri listin içərisinə yayan zaman sürüşüb formasını itirməsin. Və gördüyünüz kimi yaydığım birinci xəmiri listin içərisinə yerləşdirirəm. Kənarlardan artıq qalan hissələri isə kəsib çıxardıram.
Hazırladığım bu paxlavanın hər qatını yağlamıram, yəni qatların arasını tamamilə yağlamıram. Sadəcə ərinmiş kərə yağına fırçanı salıb xəmirin üzərinə azca səpirəm. Birinci qata bildiyiniz kimi içlik səpilmir və ikinci qatı da yerləşdirirəm. Kənarlarını düzəldib kəsdikdən sonra yenə eyni qayda ilə azca yağ səpirəm və 1 stəkan içlik səpirəm, üzərini hamarlayıram. Bütün qatları bu qayda ilə azca yağ səpib içlik səpməklə hazırlayıram və tam 10-cu qata qədər, 10-cu qatda isə yaymanı sərirəm, üzərinə azca yağ çiləyirəm, yağ səpirəm və üzərindən 11-ci qatı yerləşdirirəm. 11-ci qatı da 350 qram olan kündədən hazırlayıram, bilirsiniz. Həmin kündəni çox ehtiyatla və səliqə ilə yaymaq lazımdır ki, bu hissə paxlavanın üst hissəsi olacaq. 11-ci qatı da bu şəkildə yaydıqdan sonra səliqə ilə oxlova dolayıb, daha sonra paxlavanın üzərinə sərirəm. Kənarlardan artıq qalan hissələri kəsirəm və tortların üzərini hamarlamaq üçün olan gördüyünüz bu alətlə paxlavanın üzərini hamarlayıram. Paxlavanın daha rahat kəsilməsi üçün ən az yarım saat soyuq yerdə, ya balkonda, ya da soyuducuda saxlamaq lazımdır. Daha sonra isə gördüyünüz kimi çıxarıram və kənarlardan artıq qalan hissələri bıçağın ucu ilə paxlavanın içərisinə doğru, listin içərisinə doğru qatlayıram. İndi isə paxlavanın kəsilməsini göstərirəm. Nəzərinizə çatdırım ki, paxlavanın kənarlarının yanıb quru formada olmaması üçün kənardan çox nazik 1 santimdən da az bir hissəni gördüyünüz şəkildə kəsirəm. Daha sonra isə xəttkeşin köməkliyi ilə gördüyünüz şəkildə paxlavaları kəsirəm. Keçən dəfəki paxlava videosunda paxlavanın kəsilməsini tam göstərməyimi istəmişdi izləyicilərim. Ona görə də bacardığım qədər sizlərə də göstərirəm. Paxlavanın üzəri üçün yumurtalı qarışığı hazırlayıram. Bir bütöv digər yumurtanın isə sarısından istifadə edirəm və üzərinə bir dolu xörək qaşığı duru yağ əlavə edib yaxşı qarışdırıram. Və hazırladığım yumurtalı qarışığı gördüyünüz kimi xırda gözlü süzgəcdən keçirirəm ki, paxlava bişən zaman üzəri göz-göz olmasın və üzəri tamamilə qıpqırmızı qızarsın. Və hazırladığım yumurtalı qarışığı paxlavanın üzərinə əlavə edib əlimlə tamamilə yedirdirəm. Burada ən əsas məqam paxlavanın üzərinin parıldamasının və üzərinin bərabər şəkildə qızarmasının tək səbəbi hazırladığım bu qarışığın paxlavanın üzərinə çox yaxşı yedirdilməsidir.
Paxlavanın üzərinə qozları da gördüyünüz şəkildə səliqə ilə düzürəm. Paxlavanın üzərinin qopmamasının əsas səbəbi isə qozu paxlavanın üzərinə bastırmadan qoymaq lazımdır. Sadəcə yerləşdirirəm. Çünki altındakı yumurta çox gözəl xəmirə yedirdilib və qozu qoyan zaman qoz paxlavanın üzərinə çox gözəl və səliqəli şəkildə yapışır. Yəni bastırmağa, üzərindən basmağa ehtiyac yoxdur. Paxlavanı əvvəlcədən isidilmiş sobada 160-170 dərəcədə 15 dəqiqə üzəri quruyana qədər bişirirəm. Daha sonra sobadan çıxarıb kəsdiyim hissələrin üzərindən bıçaqla yenidən keçirəm və 200 ml, yəni 1 xrustal stəkan ərinmiş, südü çıxarılmış kərə yağını paxlavanın üzərinə bütün hər tərəfinə gəzdirirəm. Və paxlavanı yenidən sobaya qoyub, üzəri tamamilə qızarana qədər bişirirəm. Gördüyünüz kimi paxlavanı artıq sobadan çıxarmışam, hazırdır. Üzəri qıpqırmızı qızarıb və bərabər şəkildə qızarıb. İndi isə yenə kəsdiyim hissələrin üzərindən bıçaqla keçirəm və əvvəlcədən hazırladığım və soyutduğum şərbəti paxlavanın hər tərəfinə gəzdirirəm. Yəni paxlava isti halda olmalıdır, şərbət isə soyuq halda olmalıdır. Hazırladığım paxlavaları sizlərə yaxından göstərmək istəyirəm. Üzəri gördüyünüz kimi par-par parıldayır və bərabər şəkildə qızarıb. Həmçinin hər zaman olduğu kimi kəsib paxlavanın alt hissəsini və içərisini də sizlərə göstərmək istəyirəm. Çox gözəl, möhtəşəm dadı olur bu paxlavaların. Bəyəndinizsə, buyurun siz də hazırlayın və nəticələri mənimlə paylaşmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.